Birinci Qarabağ müharibəsində şəhid olan Nail Məmmədovun və Vüqar Səfərovun 50 illik yubileyləri münasibəti ilə Sumqayıt Şəhidlər Xiyabanında tədbir keçirilib. Tədbirdə şəhidlərimizin doğmaları, yaxınları, döyüş yoldaşları ilə yanaşı Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri də iştirak edib. Çıxışlarda bildirilib ki, bugün şəhidlərimizin ruhları şaddır. Çünki 44 günlük vətən müharibəsində onların qisası alındı və Qarabağımız azad olundu. Bu 44 günlük vətən müharibəsində qazanılan şanlı qələbə həm də xalqımızın birliyinin yenilməz gücünün nümayişi oldu. Müharibə başlayan andan etibarən vəzifəsindən, statusundan, yaşından asılı olmayaraq hər kəs vətən uğrunda könüllüyə çevrildi. Ali Baş Komandanın dəmir yumruğuna dönərək düşmənin başını əzdi. Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan ordusunun rəşadəti, vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı qələbəsi kimi səlnaməyə qızıl hərflərlə əbədi yazıldı. Allah şəhidlərimizə rəhmət eləsin. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.